Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kübra Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda 16 aprel 2025-ci il tarixində nadir xəstəliklər çərçivəsində nadir xəstəliklər şəxsi təcrübəmiz mövzusunda beynəlxalq elmi praktik konfrans keçirilib. Bugünkü konfransımız bildiyiniz kimi nadir xəstəliklərə həsr olunmuşdur. Nadir xəstəliklər dedikdə 100 min, 10 min əhali sayına tək-tək təsadüf edilən populyasiyada olan xəstəliklərdir. Və bu xəstəliklərin xüsusiyyəti ondan ibarətdir ki, bu xəstəliklər bəzən gündəlik pediatrik praktikada rast gəlinən çox təsadüf edilən digər xəstəliklərlə maskalanmış səhv salına bilər. Sırf mütəxəssisə gəlib dayandıqda, çatdıqda, dərin müayinələr aparıldıqda, genetik səviyyədə aparılan müayinələr nəticəsində bəzən diaqnoz əldə edir. Diaqnozun qoyulması hələ tam hər şeyi həll etmir. Diaqnoz qoyulsa da bu xəstələr gələcəkdə uşaqlarda əlilliyin inkişafı baxımından, spesifik müalicəyə ehtiyacı olma baxımından və bu uşaqların uzun müddətli belə xroniki vəziyyətdə olması onları cəmiyyətdən təcrid edir. Nadir xəstəliklərə bugünkü bizim müraciət etməyimizdə əsas məqsədimiz ondan ibarətdir ki, bir daha bu xəstələrə, bu xəstəliklərin diaqnostikasına diqqəti yönəltmək və öz klinik təcrübəmizə əsaslanaraq dünya praktikasında deyil və yaxud da digər müəssisələrin klinik təcrübəsində deyil, bizim öz müəssisəmizin bir il ərzində olan klinik təcrübəmizdə rast gəldiyimiz xəstələrin hansı yolu keçməsi, bu diaqnoza qədər hansı səhvləri eləmişik, hansı düzlərdir, hansı səhvlərdir, bu barədə praktik təbabətdə məşğul olan bütün pediatrların diqqətini bu problemə cəlb etməkdən ibarət olmuşdur. Konfransda beynəlxalq kriteriyalara əsasən institutda rast gəlinən müxtəlif nadir xəstəliklər haqqında ixtisaslaşmış və müxtəlif profilli həkim mütəxəssislər çıxış edib. Çıxışlar əsasında həkimlər arasında təcrübə mübadiləsi aparılıb, nadir xəstəliklərin diaqnostikasında rast gəlinən çətinliklər, bu xəstəlikdən əziyyət çəkən pasientlərin diaqnostik müalicəsi və sosial-psixoloji adaptasiyanın təşkilinə zəmin yaradacaq müzakirələr baş tutub. Bugün çox vacib bir konfrans keçir həkimlər üçün. Nadir xəstəlikləri bilirsiniz ki, 7000 nadir xəstəliklər var. Çətin diaqnostika olunan xəstəliklərdir və bugün bütün gün mühazirələr ona həsr olunub. Artıq konfransın birinci hissəsi keçib. Bizim konfransımıza Respublika pediatrlarından başqa onlaynda onlar qoşuldular. Bu dəqiqə 200 həkim artıq qeydiyyatdan 200-dən çox həkim qeydiyyatdan keçib və çox maraqlı konfrans keçir. Çox suallar verilir spikerlərə və konfransda bizim həkimlərimizdən başqa xarici həkimlər də Qazaxıstan həkimləri, pediatrları Zoom vasitəsilə bu konfransda iştirak edirlər. Bilirsiniz ki, bu xəstəliklər çox ağırdır və həm uşağın həyatının ömrünü azaldır, həm uşağın öz həyat keyfiyyətini və valideynlərin həyat keyfiyyətini azaldan bir xəstəlikdir. Və biz hamımız yəni bu xəstəliklərin erkən diaqnostikasında bizim çox vacib rolumuz var ki, biz də müəllimlər öz vasitəmizlə rayonlarda, ayrı bir şəhərlərdə bu xəstəliklər barəsində bir neçə belə konfranslar keçirilməsi çox vacibdir ki, əhali bilsin ki, birinci elə bir əlamətləri olanda tez həkimə müraciət etsinlər. Səhiyyə Nazirliyi Kübra Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutu ilə əməkdaşlıq edən ölkələrin qabaqcıl mütəxəssislərin məruzələri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, onlayn və offlayn keçirilən konfransda yerli və xarici spikerlər də iştirak edib.